Nə danışacaqdım? Oturmuşkən ikinci videomda çəkdim. Çünki kamera oturma çox üşənirəm. Yəni normalda həqiqətən üşənirəm də ikisini arxa çəkdim. Çünki benim sadəcə 2 dənə video fikri var. Aslında paltarımı da dəyişdim. Salam uşaqlar. Bugün nə söyləməyəcəm. Sadəcə boş-boş danışacağım. Türkiyədə kanallar və İngiltərədə işte motivasiya kanalları falan olur. İşte insanlar danışırlar kameranı açıb rahatlamaq üçün və bu başqa insanlarda kömək olur, bildiyin onlar connected olurlar. Buna görə mən danışmaq qərarına gəldim. Mən bugün danışmaq istədiyim bir mövzu var. Yəni illüziyalar, realizm, insanlar, insan daxili təbiəti, insanın qorxuları, travmaları və s. Çox beynimdə o qədər aşırı düşüncə var ki, yəni mən bunu yatanda belə aşırı overthink eləyib yatıram ki, yəni bu belə oldu, o elə oldu falan. Yuxum 1 saat, 4 saat zərfə çəkir. 2-də girirəmsə səhər 5-ə yaxın yatıram. Çünki insan beyni ciddən insandan böyle düşməndir, yəni. Əgər həqiqətən çox düşünən bir insansızsa, sizin beyniniz sizə həyatınızı zindan eləyə bilər, yəni. Eləyə bilər də, yəni. Ona görə danışacaqlarından özünüzə bir şey götürə bilərsiniz məncə. Yəni mən dediklərimi eləyin, amma elədiklərimi asla eləməyin. Çünki mən özüm barədə, insan ümumiyyətlə özü barədə, yəni qərar verə biləcəyi bir varlıq deyil. Çünki məsələn mən bir dostumu dinləyirəm, bir tanışımı dinləyirəm, ona işte bir konuda məsləhət vermək istəyirəm, amma mən əsla ona duyğusal yanaşacağam, amma yəni özümə yanaşdığım qədər duyğusal yanaşmayacağım. İşte ona bir məntiq üzərindən, bir məntiq perspektivindən tamamilə nötr olaraq bir yəni ona önəri sunacağam və bu ona aid bir şeydir. Amma özüm haqda qərar verəndə, insan özü haqda qərar verəndə daim onun emosiyaları da özə gəlir. Məsələn, bir münasibət haqda qərar verəndə verir, daim onun qarşı hissləri olduğu üçün o emosiya, o məntiqi üstələyə bilər. Sadəcə çox məntiqli və çox bir şey yaşamış və çox olgunlaşmış bir insansınız ki, gərək siz öz məntiqinizi bloklamasına, yəni ürəyinizin, hisslərinizin, emosiyalarınızın məntiqinizi bloklamasına icazə verməyin. Yəni çox random cümlə oldu, amma həqiqətən belədir. Yəni, məncə hər kəs içində bir yerdə pis olur. Həqiqətən vecsiz deyən bir insan yoxdur mənə görə. Çünki sadəcə egosu yüklənən insanlar var ki, yəni bir şeyi umursadığını göstərmək istəmir. Bu tamam başqa bir şeydir. Məncə hər insan bir nöqtədə umursayır. İşini itirməyini, pulunu itirməyini, dostunu itirməyini, münasibətlərini itirməyini, karyerasını, uğursuz olmağını insan bir nöqtədə bir şeyi umursayır. Əgər birisi sən mən vecsiz deyilsə ona əsla inanmayın. Çünki insanın var oluşu, insanın umursamasıdır. Əgər o insan ağır doz antidepresan falan atmırsa, o insan hiss eləyəcək bir insandır. Yəni hiss eləməlidir. Çünki həyatın qanunu budur. Yəni biz emosiyalarımızla və hiss eləmək üçün bizim emosiyalarımız var. Amma biri siz cidden vecd edəməyə bilər. Bu düzgün bir şeydir. Yəni məsələn birinə çox dəyər verirsiniz. Həqiqətən hər şeyinizlə o insan dəyər verirsiniz, amma aranızda bir kiçik bir problemdir. Yəni sizin ona verdiyiniz dəyəri, sizin onu umursadığınız qədər o insan sizi umursamır və cidden görürsünüz ki, umursamamaz kimi görünür və içinizdə də bilirsiniz ki, həqiqətən o insan sizi umursamır. Sizin daxili səsiniz nə deyirsə, həqiqətən odur. Çox əllə danışdım. Çünki bu konular mənim belə əsas konularımdır. Əgər daxilinizdəki bir səs varsa, deyirsə ki, bu insan sizi umursamır, uşaqlar, o insan sizi umursamır. Yəni insan içində inner voice deyilən bir şey var, daxili səs, inner child, daxildəki uşağın düşündüyü şeylər. Və o nə düşünürsə o düzdür. Yəni məncə insan hisslərlə bəzi konularda hərəkət eləməməlidir, amma daim inner voice dinləməlidir. Çünki bilir də, yəni bir şeyin bitəcəyini belə insan daxili səsi, daxili ruhunun səsi onu hiss eləyə bilir. Yəni ona görə bəzi insanlar sizə həqiqətən vecsiz davranırsa, vecsiz demək deyil. Amma bir içinizdəki səs o insanın sizi vecsiz deməyini düşünürsə, yəni o insanın umurunda deyilsiniz dostlar. Yəni əgər bir insan sizi umursamırsa, onun həyatını nə edəcəyiniz ən düzgün şey çıxıb getməkdir. Yəni çünki insan və insan varoluşu unudulmağa nifrət edir və həqiqətən insanın ən qorxusu, ən böyük qorxusu unudulmaqdır, artıq xatırlamamaqdır. Çünki insan egosu zədələndə insan daha çox üzülür, nəinki tamamilə başqa bir şey bitəndə. Yəni bir şey bitir, biz o münasibətdə qoyduğumuz əməyə və s. bir amma insan təbiətində olan bir şeydir ki, insan egosunu, yəni sən necə məni buraxa bilərsən və insan egosunun zədələnməsinə üzülür əslində. Məncə bunları biraz araşdırmaq lazımdır. Niyə düşünürəm? Yəni ona görə bir insan sizi umursamırsa, yəni içinizdəki səs o insanın sizi umursamadığını deyirsə, o insana qaçın, çıxın gedin dostlar. Sizə qalan siz olacaqsınız. Yəni mən bunları həmişə dostlarıma və ətrafımdakı insanlara deyirəm, amma heç kim dinləmir. Çünki mən də özümü dinləmirəm. Yəni çünki sən biz dinləmirik. Yəni bizim danışmamız o demək deyil ki, siz bunu dinləməlisiniz. Başqa bir şeydən danışsaq,
danışaq. Əgər yəni həqiqətən bir insan, düz deyimmi, uşaqlar, əgər bir insan sizin üçün doğru insan deyilsə, siz bunu hiss edirsiniz. Siz bu insanla görüşəndə, bu insanla danışanda siz bunu yəni həqiqətən hiss edirsiniz də. Yəni bunu hiss etmə imkanınız yoxdur. Çünki insan enerjisi var. İşte sizin bir insanla enerjiniz tutmursa, uşaqlar, o insan düzgün insan deyil. İstəyir dost olsun, istəyir işte bir tanış olsun, sinif yoldaşınız olsun. Düzgün deyilsə, o hissiz də varsa, o səsi dinləməlisiniz. Yəni bir insanla aranıza məsafə qoymaq da çətin olmalı deyil. Əgər sizin məsafəniz və sərhədləriniz yoxsa, siz həmişə insanların qabağında aşağılıq bir insan olacaqsınız. Yəni bu çox ağırdır, amma həqiqətən olacaqsınız. Məsafəsi və sınırı olmayan insanlar insanların gözündə ən axırıncı insanlardır. Düzdür, sizi çox istəyəcəklər, işte sən eqolusan, çox özünü dartırsan falan filan. Mən 20 yaşım var. 20 yaşım 3-4 gün əvvəl olub. Yəni 19 deyə bilərəm, hələ 19 ağındayım. Amma mən 19'u bitirənə yaxın, 20'ye çatana yaxın mən o qədər həyatı dərk etməyə başladım. O qədər insanlara falan filan dərk etməyə başladım ki, yəni birdən də çox böyüdüm. Yəni istərsəməz emosiyalarım, düşüncələrim, daxili dalğalanmalarım, daxili səsim çox böyüdüm və deyənmərəm, yəni mən həyatda öyrənməyəcəyim şey yoxdur. İnsan torpağa girənə qədər, insan bu dünyanı tərk edənə qədər məncə öyrənəcəyi hər bir şey var və hər insan səhv eləyir. Yəni bir insanın səhvi o vaxt bitərkən o insan torpağın altında artıq heç bir şəkildə fiziki qüvvəsi yoxdur bir şey eləməyə, bir səhv eləməyə, beyin yoxdur, ölüb. Yəni o insan səhvi onu qurtaracaq. Onun üçün əsla səhv etməkdən qorxmayın. Yəni mən ətrafımda ciddən özüm də beləyəm. Hər hansı kiçik bir səhv elədiyim zaman belə özümə çox danışırdım. Yəni niyə bunu elədin? Sən bu geri zəkalı bir insansan falan deyə. Amma yəni mənim babamın bir dənə sözü var. İnsanın səhvi o qədər vaxt bitər ki, o insan artıq torpağın altına girsin. Yaşantımız boyunca, həyat perspektivimiz, həyat xəttimiz boyunca həmişə səhv eləyəcəyik. Çıxacağıq evdən, misal üçün, lıqlığımızı evdə qoyacağıq. Bu da bizim üçün bir səhv ola bilər. Yəni, örneği verəm, yəni bu təbii ki bir səhv deyil. Amma yəni, biz bir biyoloji varlıq, sizin bir şuurunuz varsa, həmişə səhv eləyəcəyik. Yəni, bunu görə özümüzü günahlandırmanın, bir həyatı özümüzü zindan etmənin bir mənası yoxdur. Təbii ki, böyük səhvlər etdiyiniz zaman həqiqətən çox belə ağılsız bir qərar verdiyiniz zaman istərseniz o səs susmayacaq. Yəni sən bunu niyə elədin? Ay uşaq, niyə elədin? Bu heç. Amma genəldə hər bir səhv özünüzə həyatı zindan etmək, hər bir səhv üçün çox tez danışıram hər gündə. Hər bir səhv üçün həyatı özünüzə zindan etməyə ehtiyac yoxdur. Çünki insanın deyən deyirəm ki, səhv o vaxt bitər ki, yəni siz 70 yaşında da olsa siz bir səhv eləyə bilərsiniz. Yəni ona görə bundan qorxmayın və məsələn nihilizm deyə bir fəlsəfə var. Nihilizm deyir ki, yəni həyatın bir mənası yoxdur, obyektiv mənası yoxdur. Dəyərlər insanın tərəfindən yaradılır. Mən belə buna çox inanırdım. Yəni məsələn, hər bir insanın öz dəyəri var. Bizim biçdiyimiz dəyərlər bizim nələrə önəm verir, nələrə önəm vermədiyimizi göstərir. Məsələn, mənim üçün hörmət və sayğı görmək bir dəyərdir. Bu mənim dəyərimdir. Başqası üçün bu dəyər olmaya bilər. Hər insanın kimliyini göstərən məncə bir dəyərlər var həyatda. Yəni öz dəyərlərinizi yenə də qorumalısınız. Yəni bu video əslində fəlsəfənin çox da bir adiyyəti yoxdur, amma məsələn mən örnək verərək deyirəm ki, yəni qorumalısınız. Və heç kimə görə, yəni öz dəyərlərinizdən, öz inanclarınızdan, öz məsafənizdən, öz işte o red line-ınızdan, qırmızı çizginizi verməyin, keçməsinə icazə verməyin. Çünki bir insan o çizgidən bir dəfə buraxanda o sizi gəlib yenə eləyəcəyini şey, yenə eləyəcək. Yəni insanlara baxışlarınız, insan yəni belə ifadəmə görə üzr istəyirəm, insanlar sırtıqlaşır. Yəni yenə bunu siz eləyəcəklərinizi düşünür, sizin bağışlayacağınızı düşünür. Və mən 20 il boyunca belə bir şəkildə insanlara bağışladığım üçün bu 20 ildə bunun yəni şeyini görmüşəm, nəticəsini görmüşəm. Buna görə deyirəm ki, insanları bəzi yerlərdə bağışlamamalı və tamamilə həyatınızdan çıxarmalısınız. Yəni bunu deyirəm sizə. Bu sadəcə bir söhbətdir. Yəni mənim həmişə öz-özüm beynimdə düşündüyüm söhbətləri buradan azdan kiməsə kömək eləyər deyə və sırf ürəyim istədiyi üçün YouTube atıram. Yəni heç kim istəməsə də olar. Yəni nə istəyirsiniz onu eləyin uşaq. Yəni heç kimə görə özünüzdən ödün verməyin. Çox qəşəngəm uşaq. Özümə də qanmaqdan şu an özəcəm. Çünki çox random, yəni bir dəqiqə falan içində bir makyaj elədim və çox qəşəng görünürəm şu an, yəni bu açıdan. Nəysə. Dediyim kimi heç kimizin sizi səhhətlərinizi aşmasına icazə verməyin. Yəni çox peşman olacaqsınız uşaqlar. Həqiqətən çox peşman olacaqsınız və son olaraq danışmaq istədiyim bir konu var. Ondan sonra videonu sonlandıracağım. Məncə həqiqətən hər insanın bir daxili dünyası, daxili ruhu, dəyərləri, fəlsəfə ilə maraqlanmasında düşündüyü bir fəlsəfə var. Hər hansı bir fəlsəfəyə uyan düşüncələri var. İçindəki bir səs var, qorxuları, travmaları, kim olmaq istədiyi, kim olduğu, əslində nədən nifrət etdiyi,
nələri onu qorxuduğu, nələri onu incitdiyi, nələri o içindəki uşağı məhv elədiyi falan. İnsan çox dərin bir izləri var məncə. Hər insanın çox dərin bir izləri var. Yaraları, travmaları, qorxuları falan filan. Hər insanın daxili dünyası var. Yəni geri zekalı insanların məncə daxili dünyası yox. Çünki onlar belə şeylərdə anlamırlar. Amma məncə var yəni. Və bu daxili dünyamızı hamıya açmayın. Həqiqətən sizin qorxularınız, sizin travmalarınız. Yəni bir şeylərinizi paylaşa bilərsiniz. İşte bunu burada belə elədim falan filan. Amma məncə hər insanın daxili dünyası o qədər özəldir ki, yəni sizin qorxularınız, sağalmamış yaralarınız, nələrin sizin incitdiyini, amma heç bunu dilə gətirə bilmədiyinizi, açılmayan, açılan, bağlanmayan yaralarınız. Hər şey sizə özəl. Yəni bunu mən çevrəmdəki insanlara bəzən çox özüm açırdım və sonra bunun üzərində çox gördüm. Yəni daxili dünyamız həqiqətən sizə özəl olmalıdır və heç kimin sizin içinizdəki uşağı, içinizdəki səsi, içinizdəki inner child üzməsini icazə verməyin. Çünki içinizdəki uşaq, yəni siz nə qədər böyüksəniz də, məncə mən həmişə buna inanıram. Yəni 70 yaşınızda olsa, 30 yaşınızda olsa, 20 yaşınızda olsa, 25 yaşınızda olsa, yəni işte random bir yaşınızda olsa, yaşınızdan çox içinizdəki uşağı düşünün ki, həmişə o uşağı içinizdə daşıyacaqsınız. Yəni çünki hər insanın qırıldığı, incə-incə qırıldığı şeylər, üzüldüyü, pis olduğu, göz yaşı tökdüyü şeylər məncə o içindəki uşağı ağladır. Yəni 1-2 yaşlı uşağı ağladır və ya 3-4 yaşlı uşağı ağladır. Ona görə içindəki uşağı qoruyun və heç kimin heç bir şərtlər altında o uşağı incitməyini icazə verməyin, yəni. Verməyin. Bu qədər yəni. Əslində bu videoları mən əvvəl özümdən çəkirdim, yəni 1-2-3 il, 4 ildir falan. Mən özümə kamerası bir danışıram. Heç vaxt heç kimin görmədiyi, heç vaxt da paylaşma cəsarətim olmayan videolardır. Amma bir səbəb oldu paylaşmaq üçün. Bəlkə videolarım 100 izlənməni keçsin, 100 gözləyirəm. 100 izlənməni keçsə bunu paylaşıram. Çünki YouTube hal-hazırda öyle bir insanın TikTokdadır. TikTok da öyle əslində. Nəsə tutması üçün mütləq pul vurmalısınız. Nəysə də yəni belə bir soğuqlamağa dəyməz məncə. Özünüzə yaxşı baxın. Dediyim şeyləri nəzərə alın məncə. Ya da nəsə bir danışmaq istədiyiniz bir şey varsa mənə həmişə yaza bilərsiniz. Kommentdə yaza bilərsiniz, işte Instagramı verim, oradan danışa bilərik. Mən bilmirəm, məncə hər insan özünü anlayan bir insana ehtiyac duyur. Nəysə uşaqlar, sağ olun.